Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən 2025-ci il Time'ın sınaq toplusundan ümumi sınaq 3, sual 27-nin izahını vermək istəyirəm. Sualımız genetika bölməsinə aiddir. Verilən çarpazlaşmadan böyük A, böyük B, kiçik C, böyük D fenotipli fərdlərin əmələ gəlmə ehtimalı neçədir? Tam dominantlıq mövcuddur, genlər ilişikli deyil. Bunun üçün biz bir-bir çarpazlaşma aparmalıyıq. Misal üçün, heterozigot fərdin heterozigot fərdlə çarpazlaşmasında yazırıq. Böyük A, kiçik A çarpazlaşır böyük A, kiçik A. Buradan alınır böyük A'lar, böyük A, kiçik A, böyük A, kiçik A, kiçik A'lar. Gördüyümüz kimi böyük A'nın alınma ehtimalı 4-də 3-ə bərabərdir. Yazırıq 4-də 3 vurulsun. İkinci çarpazlaşmanı aparırıq. Heterozigot fərdin dominant homozigot fərdlə çarpazlaşmasıdır. Bildiyimiz kimi burada bir fenotip alınır. Yəni böyük B, böyük B, yenə böyük B, böyük B, böyük B, sonra böyük B, kiçik B, böyük B, kiçik B. Baxırıq 4 dənə fərd alındı və 4-ünün hər birində böyük B var. Bunun üçün 1-ə bərabər yazırıq. Sonra bu çarpazlaşmanı böyük C, kiçik C, kiçik C'lərlə çarpazlaşma yazırıq. Heterozigot fərdin kiçik C, resessiv homozigot fərdlə çarpazlaşması analiz edici çarpazlaşmadır. Alınır böyük C, kiçik C, böyük C, kiçik C, kiçik C, kiçik C, kiçik C, kiçik C. Demək gördüyümüz kimi burada 2-də 1, yəni tam yarısında böyük C var. Yazırıq vurulsun 2-də 1. Sonra bu sonuncu çarpazlaşmanı aparırıq. Yenə də heterozigot fərdin dominant homozigot fərdlə çarpazlaşmasında fenotip 1 alınır. Demək alınır böyük D, böyük D. Bunu yazırıq böyük D, böyük D, böyük D, kiçik D, böyük D, kiçik D. Burada da hər bir fərddə dominantın əlaməti üzə çıxır deyə bir fenotip alınır. Yəni 1-ə bərabər olur. Vuraq 1. Bu da bərabərdir. 4 dəfə 2, 8. 3, 1-ə vurulanda yenə 3 olur. 8-də 3. Yəni doğru cavabımız olur C variantı.